Dostlar, bilmirəm buna 4-də 4 deyirsiniz, 5-də 5 deyirsiniz, amma bu yenə də qələbədir. Möhtəşəm qələbədir. Bu mövsüm Barselona Real Madridin daşını daş üstə qoymadı və hər bir El Clasico oyununda Real Madridi məhv etdi. Təbrik edirəm hamınızı möhtəşəm qələbə münasibəti ilə və bu o deməkdir ki, demək olar biz çempionluğu qaranti eləmişik. Növbəti 3 oyunda qazanılacaq bir xal bizi La Liqanın çempion edəcək. Dostlar, hər vaxtınız xeyir. Fudu Futbol kanalına xoş gəlmisiniz. Hamınızı salamlayıram. Və bu möhtəşəm oyundan sonra qaça-qaçla gəlmişəm bura. Oyundan çıxıb indi bax gəlmişəm çəkilişə. Özünüz də görürsüz ki, səsim o deyil, halım o deyil. Yəni vəziyyət güldür. Afrikada vəziyyət zordur. Yenidən hər birinizi ayrı-ayrılıqda təbrik edirəm. Möhtəşəm qələbə idi, möhtəşəm oyun idi. Hesab bəlkə bundan da böyük ola bilərdi. Və bu oyunda çoxlu hakim səhvləri oldu. Bu haqda danışacağam. Qol epizodları haqqında danışacağam. Hər şey haqqında danışacağıq. Həm Real Madrid tərəfdən, həm Barselona tərəfdən. Getdik. Dostlar, deməli bu oyun çox önəmli bir oyun idi La Liqa turniri cədvəli cəhətdən. Çünki bu oyunda demək olar çempion həll olunacaqdı. Çempionun kim olacağı bəlli olacaqdı. Real Madrid qələbə qazanacağı təqdirdə Barselona ilə xal fərqin bir xala endirəcəkdi. Barselona qələbə qazanacağı təqdirdə isə demək olar böyük ehtimalla çempionluğunu rəsmiləşdirəcəkdi. Və artıq Barselonaya bir xal lazımdır. Bayaq da qeyd etdim. Cəmisi bir xal lazımdır. Espanyolla oyunda bərabərlik bizi İspaniya çempion edəcək. İndi isə keçək oyun haqqında qısa analizlər aparaq, oyunun təhlilini aparaq, qolların təhlilini aparaq. Bildiyiniz kimi oyun çox erkən vaxta keçirilirdi. Həddindən artıq erkən vaxta və bildiyimiz kimi Barselona bu vaxt oynadığı zaman bir o qədər də gözəl performans göstərə bilmir. Bu oyuna biz Las Palması qeyd edə bilərik. Misal üçün Leganes'lə oyun deyəsən günorta deyildi, axşam vaxtı idi. Hansısa digər bir oyunda var idi ki, Barselona günorta vaxtı oynayanda bir o qədər də yaxşı oynamır. Elə bil oyunçular yuxuludur. Və oyun başlayanda eynən bu aura ilə, eynən bu hisslə başlamışdılar. Mən fan klubunun üzvlərinə baxırdım. FCB Asfan dostumuz Novruz qardaşla, Ülvi qardaşla bizim gözəl bir proyektimiz də var. O haqda birazdan danışacağam. Möhtəşəm işlər görəcəyik dostlar sizin üçün. Oyuna başlayanda mən dedim Novruz, bu komanda yuxuludur. Bu vaxt bunlar oyuna girəndə yuxulu olurlar. Və nəzərə almaq lazımdır ki, bu komanda 4 gün əvvəl, 5 gün əvvəl, okey. 120 dəqiqə San Siro'da can qoydu. Giuseppe Meazza, üzr istəyirəm etirazlar keçlərindən. Giuseppe Meazza San Siro daha məşhur addır deyənə hamı ona San Siro deyir, amma Inter'in oyunu olduğu üçün Giuseppe Meazza. 120 dəqiqə can qoydular və o oyun haqqında danışmaq istəmirəm. Özünüz bilirsiniz nələr baş verdi. Və nəzərə alsaq ki, Real Madrid Barselonadan qat-qat fiziki formada yaxşı olmalıydı. Amma biz bunu görmədik. İndi mən Real'ın oyunu aşağılamaq istəmirəm. Bəli, Real oyuna deməyim ki, yaxşı başladı. Sadəcə olaraq Barselonanın səhvlərindən çox ayıq şəkildə, çox soyuqqanlı şəkildə yararlandı. Yenə də hündür müdafiə xətti, yüksək müdafiə xətti və müdafiənin arxasına atılan ötürmələr. Real Madrid bunu çox gözəl tutdu bu temanı və bunu hiss elədi, o anı hiss elədi və hesabda önə keçdi. Penalti epizodu bu haqda danışmaq məncə gülməli olar. Tamamilə də doğru bir qərar idi. Heç bir irad bildirə bilmərik. Hakim düzgün qərar verdi. Təmiz penalti idi. Penaltidən sonra biz dedik ki, komanda aylar. Amma gördük yox, komandaya bir dənə də udar lazım idi. Bir dənə də zərbə lazım idi ki, bu komanda ayılsın. İkinci qoldan sonra, Mbappe'nin ikinci qolundan sonra komandaya bir dənə şapalaq gəldi Flickdən. Bəlkə əli ilə vurmasa belə sözləri ilə şapalaq verdi onlara və işarə etdi ki, bəlkə başlayaq. Və komanda başladı oynamağa. Və komanda birinci hissədə oyunun taleyini həll edə bilərdi. Birinci hissədə. Möhtəşəm oyun idi. Novruzun özünə də dedim mən. Dedim ki, bu komanda taymında comeback edəcək. Özü mənə dedi ki, 2-1 qutarsa elə yaxşı olar. Taymı 2-1 qutarsa ikinci hissədə nəsə eləyə bilərik. Taymına 4 dənə top vurduq.
Budur Barselonanın iradəsi, budur Barselonanın gücü. Və mən necə də heyfslənirəm ki, bu komanda Çempionlar Liqasının finalında yoxdur. Necə də heyfslənirəm. Çox təəssüf hissi ilə bunu deyirəm. Bir Barsa azarkeşi olaraq yox, bir futbol azarkeşi olaraq heyfslənirəm. Çox heyf. Bu komanda doğrudan da finala layiq komanda idi. Ən ideal futbol nümayiş etdirən komandadır. Bəli, müdafiə sistemimiz sıfırdır, bərbaddır. Biz futbol oynamırıq müdafiədə. Bizim məqsədimiz, istəyimiz, gördüyümüz tək bir şey hücumdur. Total futbol, dominant futbol. Bu qədər sadə. Okay. Barselona 2-1 edəndən sonra hesabı Erik Garcia'nın qolundan sonra komanda daha da coşdu. İnandı ki, biz bunu bu il dəfələrlə etmişik. Yəni katastrofik heç bir şey yoxdur. Hər şey qaydasındadır. Dəfələrlə bu mövsüm hesabda geri düşmüşük. 1-0, 2-0, 3-1. Xeyri yoxdur. Biz qayıda bilərik və komanda bunu hiss eləyirdi. Və komanda o kurajı tutdu. Kurajı tutandan sonra artıq bərabərlik qolu sadəcə olaraq zaman məsələsi idi. Lamine Yamal. Lamine Yamal yenə öz master klassını göstərdi. Öz potensialını göstərdi və göstərdi ki, hal-hazırki oyunçulardan, top səviyyəli oyunçulardan qat-qat güclü bir futbolçudur. Nəinki yaşıtlarından, hətta ondan qat-qat yaşlı olan, böyük olan top səviyyəli oyunçulardan üstündür hal-hazırda. Və Lamine Yamalın bəzi oyunçularla müqayisəsi sadəcə olaraq yersizdir, gülməlidir, futbola təhqirdir. Mən Arda Gülərlə müqayisə edirlər daha çox. Yəni Arda Gülərin xətri əzizdir, ən azından türk qardaşımızdır. İstəyərik ki, Arda Gülər Real Madriddə uğurlu olsun. Ən azından Real Madrid kimi bir komandada türk futbolçunun belə uğurlu olması sadəcə olaraq möhtəşəm bir reklam olar futbol üçün. Bizim üçün də böyük bir motivasiya olar ki, Azərbaycandan da belə bir oyunçular çıxsın. Amma nə qədər də Arda Gülər gözəl futbolçu olsa da, nə qədər də potensiallı futbolçu olsa da, Lamine Yamal səviyyəsində deyil. Gəlin güldürməyək özümüzü. Bəziləri deyir ki, Lamine Yamala verilən şans Arda Gülərə də verilsə onun səviyyəsində olar. Xeyr dostlar, belə olmaz. Bəli, Arda Gülər daha yaxşı oynayar, daha gözəl performans nümayiş etdirər. Amma Lamine Yamal səviyyəsinə qalxmaq o deyil. Arda Gülərdən danışdıq. Yenidən Arda Gülərə uğurlar arzu edirəm. İstəyirəm ki, ən yaxşı yerlərə çatsın, ən gözəl yerlərdə olsun və özünü daha yaxşı tərəfdən göstərsin. Lamine Yamalın qolundan sonra, artıq hesab 2-2 olandan sonra Real Madrid çox böyük səhvə yol verdi. Ancelotti doğrudan da vaxtı yetişib adamın. Mən indi burada Barsa tərəfindəyim. Hamı deyəcək ki, sən Realın öz səhvlərini niyə danışırsan? Realdan bizə nə? Amma Real Madrid kimi komandanın belə bir şey eləməsi mənə gülməli gəlir. Hesabda 0-2 qabaqda olasan və müdafiəyə oturasan Barselonaya qarşı, bu Barselonaya qarşı müdafiə oturmaq, bilirsiniz nə deməkdir? Elə bir ki, lüt bayıra çıxmaq kimi bir şeydir. İnciməyin məndən Real azarkeşləri, bəlkə çoxunuz da razı olarsınız. Barselonaya qarşı edə biləcəyiniz ən böyük səhv ona qarşı total müdafiə olunmaqdır. Bu qədər sadə. Sən Barselonaya deyirsən ki, götür topu nə istəyirsən elə. Sən bilirsən ki, onlar nə istədiyin eləyəcək. İstədiyi hər şey eləyəcək. Sən davamın gətirmək əvəzinə, ruslar demiş, Barsanı dabit eləmək əvəzinə, sən topu verirsən ki, Barsaya nə istəyirsən elə. Sənlikdir. Və burada Ancelotti burada uduzdu və bu mövsüm artıq 4-cü dəfədir ki, Ancelotti belə məqamda uduzur. Və hesab 4-2 olandan sonra, birinci hissədə 4-2 olandan sonra Barselonanın çoxlu epizodları oldu ki, hesabı 5 eləsin, hətta 6 eləsin. Hakim səhvlərindən danışmaq istəyirəm birinci hissədə. İlk epizod Barselonanın 3-cü qolunda De Jongun əllə oynaması idi. Düzün desəm dostlar, obyektiv olmağa çalışacağam. Bu epizodda 50-50'lik qərar verilə bilərdi. Həm əl kimi sayıla da bilərdi, həm sayılmaya da bilərdi. Çünki həmin epizodda top Frenkie De Jongun qoltuğun altına dəyir, əllə də toxunuş olur. Yəni bu hissəyə top dəyir, belə bu hissənin arasında qalır. 50-50'lik bir epizod idi. Hakim o epizodda cərimə belə verə bilərdi, vermədi. Bu bir səhv idi. İkinci qlobal bir səhv məncə Tchouaméni ilə Ferran Torresin mübarizəsi idi ki, Tchouaméniyə açıq-aşkar qırmızı vərəqə vermək lazım idi son ümid fol olaraq. Çünki Tchouaménini keçmişdi Ferran və Tchouaménidən sonra oyunçu yox idi orada. Demək olar qapısı ilə təkbətək qalırdı. Aşağı cinahdan, sağ cinahdan hansısa bir oyunçu vardı, bilmirəm, ya Asensio idi, ya Fran Garcia idi.
Yəni onun gəlib Ferran Torresə çatması bir qədər zaman tələb edirdi və inanmıram ki, çata bilərdi. Həmin epizodda Real Madridi bağışladı hakim və oyunun taleyini həll etmək istəmədi. Əks təqdirdə demək olar Real Madrid məhv olacaqdı meydanda. Açıq danışaq. Çünki 11 nəfərlə belə Real Madrid çatdırmırdı. Və elə bir hiss yaranmışdı ki, Giuseppe Meazza da 5 gün əvvəl oynayan Barcelona deyildi, Real Madrid idi. Doğrudan da belə bir hiss yarandı. Baxırdın Realın oyunçularına, Barsanın oyunçularına ki, yəni elə bil ki, fərqli komandalar idi. Yəni budur Flikin üstünlüyü. Flik komandanın fiziki formasını həmişə qorumağı bacarır və mövsümün əvvəlindən tam sonunadək bu fiziki formanı qorudular. Amma Realda bu olmadı. Realın problemi bu idi. Real Madridin gözəl fiziki məşqçisi var idi, Pintus. Bilmirəm indi o Pintus orada işləyir yoxsa yox. Şərhlərdə yaza bilərsiniz. Pintus həmişə Real Madridi yaz dönəminə çox ideal formada gətizdirirdi, amma bu mövsüm bilmirəm, orada da o yoxsa yox, orada deyilsə deməli yeri görsənir, ordadırsa bilmirəm niyə belə olub. Real Madrid fiziki olaraq demək olar yoxdur. Mənəvi olaraq yoxdur. Real Madrid artıq gözləyir ki, bircə bu mövsüm bitsin, yeni mövsümə başlayaq, yeni məşqçi gəlsin, yeni oyunçular gəlsin, boşluqlar doldurulsun, bu okey. Yəni Real Madrid bu dəqiqə əlin hər şeydən üzüb. Amma La Liga ki, hələ ki intriqa var idi. Yəni bu sizdən asılı idi bu oyun. Yəni bu oyunda qələbə qazansaydınız intriqa bərpa olunacaqdı. Amma bilmirəm, Real Madrid oyunçuları psixoloji olaraq məncə bu mövsümü artıq bağlayıblar. Artıq bu mövsümdə heç bir şey etmək istəmirlər. İkinci hissə başlayanda mən belə bir iddia irəli sürdüm, Novruzla danışırdım, azarkeşlərlə danışırdıq orada fan qrupda. Dedim ki, Barcelona hal-hazırda yaxşı oynadı, yaxşı oynayır, fiziki forması idealdır, amma 60-cı dəqiqədən sonra çökə bilər komanda. Belə də oldu. Hiss elədisə 60-cı dəqiqədən sonra Barcelona artıq pressinqi yaxşı eləyə bilmirdi. Real Madrid pressinqdən yaxşı çıxırdı və bu hiss olunurdu. Yenə də məncə Flick əvəz etmələri gecikdirdi, amma bəlkə də nəsə başqa bir planı var idi. Və ən əsas məsələ oyunun qırılma nöqtəsi 60-cı dəqiqədən sonra ola bilərdi. Mən dedim, Real Madrid nə qədər yorğun olsa da, Barça qədər yorğun deyil. Və 60-cı dəqiqədən sonra əvəz etmələrlə məncə nəsə edə bilər. Çünki komanda doğrudan da yorğun idi. Barçanın oyunçuları doğrudan da yorğun idi. Pedri'nin qaçmağını görürdüm ki, Pedri çatdırmırdı artıq. Müdafiəçilər çatdırmırdı artıq. Və oyuna Balde'nin girməyi oyunu biraz sürətləndirdi Barça tərəfdən. Pressingdən daha rahat çıxmağı bacarırdıq. Real Madridin vurduğu 3-cü qol haqqında danışmaq istəyirəm. Doğrudan da belə qollar mənə əsəb eləyir. Belə qollar mənə yer eləyir. Qəbul eləyə bilmirəm də belə qolları. Real Madridin vurduğu ikinci qol, birinci qol heç də mənə yer eləmədi. Barcelona'nın yəni tipik müdafiə sistemi, yəni bu qolları biz artıq qeydə alırıq. Bilirik ki, bu belə qollar buraxa bilər. Bu artıq bir şablona dönüb və bu belə qollar məni əsəbləşdirmir. Öyrəşmişəm. Amma o 3-cü qolu buraxmağımız o epizod məni əsəb elədi. Çünki orada artıq dərəcədə farmazonluq oldu, artıq dərəcədə yersiz hərəkətlər oldu. Lazım deyildi bu. Sadəcə olaraq soyuqqanlı şəkildə topu uzaqlaşdırmaq lazım idi. Yəni biz hər oyuna Carvalho'la baxmaq istəmirik də dostlar. Yəni komandanın irad bildirmək istəmirəm. İndi elə bilərsiniz ki, naşükür eləyirəm, amma doğrudan da Carvalho'muz satmır bizim hər oyunda. Yəni belə epizodlar olmamalıdır. Səhv başqa bir şeydir, amma farmazonluq başqa bir şeydir. Bu farmazonluq idi sırf olaraq. 3-cü qoldan sonra Real 3-cü topu vurandan sonra biraz özünə inandı, bildi ki, nəsə eləyə bilər, qayıda bilər və Realın çox möhtəşəm bir şansı oldu. Oyuna daxil olan gənc akademiya oyunçusu, adını da bilmədim, üzrlü sayısın Real azarkeşləri, möhtəşəm şansı əldən buraxdı. Oyunun qırılma nöqtələrindən biri idi bu anda və o epizod qol olsaydı bəlkə də indi başqa bir mövzu haqqında danışırdıq. Biz temamız tam başqa bir istiqamətə yönəlmişdi. Və ikinci hissədə Rafinha elə bir epizod qaçırtdı ki, bilmirsən qınayasan yoxsa onu nəsə deyəsən, amma qınamaq da olmur. Adam 2 qol vurdu. Birinci hissədə də demək olar 2 metrdən topu qapıya vura bilmədi, eybi yox. İkinci hissədə o Lamine Yamalın ötürməsi, orada belə başa salın, vurmaqdan çətin idi. Belə sadə epizod idi. Sadəcə olaraq bəxtsizlik ucbatından o top qapıya daxil olmadı. O qol olsaydı, artıq hesab o dönəmdə hesab deyəsən elə 4-2 idi. Yəni 5-2 olandan sonra Realın bəlkə 3-cü qolu olmayacaqdı. Digər bir epizod haqqında danışmaq istəyirəm. Tchouaméni'nin əl epizodu haqqında. Biz hamımız orada özümüzü yolduq fan klubdan. Hamı özünü dağıtdı, penal. Mən də həmçinin. Doğrudan da yəni mənə görə penaltidir.
Mənə görə penaltidir. Sonra oturub soyuq başla fikirləşirik. Deyirik ki, bəlkə deyirlər ki, guya yaxın epizod olduğuna görə bu əlin uspet eləmədi gizlətməyə. Ona görə penalti vermədilər. Yəni belə iddia irəli sürürlər ki, yəni bu əlin gizlətməyə vaxtı yox idi. Zərbə çox yaxın məsafədən vurulmuşdu ona görə. Amma nəsə mən belə epizodlar görməmişəm. Hələ ki mən bu mövsüm belə epizod görməmişəm ki, elə epizodda penalti verilməsin. Yəni bilirəm, yaxın məsafədir, amma yəni top rikoşetlə gəlib ələ dəymədi və yaxud hardansa top gəlmədi, dirəkdən gəlmədi. Bu zərbə vurur. Artıq ruslar demiş upor, vupor zərbə vurur. Üzbəüz zərbə vurur. Bu əl olmasa top qapıya gedir. Onda neyniyək? Elə əlimizi açıq qoyaq. Ya əl bağlı da deyil. Çuamen elə deyir ki, mənim əlim bağlıdır. Yəni düzgün deyil də. Yəni sənin əlin bağlı deyildi. Sən zərbə dəydi, sonra əlini arxaya çəkdin. Yəni bu da epizod elə idi ki, burada penalti vermək olardı. Lazım idi penalti vermək, dostum. Yəni bu 80% penalti idisə 20% penalti deyildi. Yəni bu məntiqlə mən baxıram. Amma siz əgər yaxın məsafədən deyirsiniz ki, bu yaxın məsafədən zərbə endirilib, ona görə penalti verilmədi. Mən belə epizod görməmişəm. Belə epizod görməmişəm hansısa bir çempionatlarda. Fərqi yoxdur. Yəni mənə görə penalti epizodudur. Bəlkə penalti deyilsə, deyin ki, Fuad penalti deyil, bu səbəbə görə, bu səbəbə görə. Yəni elə bir nümunələriniz varsa ata bilərsiniz mənə. Mən də baxaram. Amma yenə də son dəqiqələrə qədər mübarizə apardı komanda və son dəqiqələrdə Fermin Lopez hesabı 5-3 elədi və nöqtə qoydu. Amma yenidən hakim dedi ki, yox qardaş, bu qol deyil. Yəni əlivə dəyib. Əslində əl epizodudur, okey. Yəni biz emosiyalara qapanırıq, deyirik, yox, əlinə dəymədi. Sən Çuamenin əlini saymırsan, Ferminin əlini sayırsan. Bu necə olur? Əlinə dəydi. Yəni əli olmasaydı o topu qabağına sala bilməyəcəkdi. Amma nə bilim, hakimdən yenə də narazıyam. Hər iki tərəfə qarşı ədalətsiz qərarlar oldu. Hər iki tərəfə qarşı. Amma Barselonaya qarşı daha çox oldu. Mənə elə gəlir. İndi deyəcəksiniz ki, sən indi fanatik olaraq deyirsən bunu. Amma bəzi epizodlarda Reala qarşı daha tərəfkeş oldu, nəinki Barselonaya qarşı. Və belə dostlar, məncə möhtəşəm qələbə idi. Hər bir oyunçuya yenidən təşəkkür edirəm. Erik Garcia'ya təşəkkür etmək istəyirəm. Erik Garcia doğrudan da Girona təcrübəsi onu böyütdü. Doğrudan da yüksək səviyyədə futbol nümayiş etdirdi bu oyunda, Interlə oyunda da olsun. Ümumi mövsümü yaxşı başa vurdu. Gerard Martin pis oynamadı və nəzərə alsaq ki, komandanın zədəlləri vardı. Lewandowskimiz yox idi. Yəni bunları da nəzərdən keçirmək lazımdır dostlar. Yəni hal-hazırda Flick möhtəşəm işlər görür və minimal investisiya ilə də deyək, minimal yatırımla bu işləri görür. Ya əl çalınası adamdır, heykəl qoyulası adamdır bu adam. Bəli, səhvləri olur bəzən əvəz etmələrdə, bəzən riskli futbol oynayır, total futbol oynayır. Bəzən bu total futbol bizə problemlər yaşadır. Amma yenə də hər şey elədi bu adam. Demək olar La Liqanın da çempionu yox, bu 3 oyundan birində xal qazanmalıyıq. Mövcud olan 4 tituldan 3-ünü qazandıq. Birini isə sadəcə olaraq şanssızlıqdan uduzduq. Və gələn mövsüm, növbəti mövsüm bu komandadan çox şeylər gözləyirəm mən. Dostlar, belə bir anonsla qarşınızdayam. Biz 3 nəfər, mən, Fuad, FCB Asfanın admini Novruz və bizim yaxın dostumuz, qardaşımız, qatı Barselona azarkeşi olan Ülvi qardaşla gözəl bir proyekt fikirləşmişik. Boykos Noise adlı fan qrupumuzun adına həsr olunan fanatik dəli Barselonalara aid olan bir fan qrup yaradacağıq. Bildiyiniz kimi bu fan qrup fan sektor deyimmi, həmin fan azarkeşlər Barselonanın oyunlarına buraxılmırlar. Laporta ona icazə vermir və onlar dəlisov olduqları üçün, vurub qırdıqları üçün heç yerə buraxılmırlar və komandanın oyunlarına uzaq qalırlar. Mənə elə gəlir ki, bəzi epizodlarda həmin azarkeşlərin yoxluğu komandanın oyununa mənfi təsir göstərir. Biz də onlardan ilhamlanaraq, o addan ilhamlanaraq qərara gəldik ki, Azərbaycanda gözəl bir proyekt yaradaq. Barselona azarkeşlərini bir dam altına yığaq və möhtəşəm işlər görək. Bu sadəcə olaraq oyunlara baxmaqla, nə bilim, WhatsAppda, Telegramda danışmaqla olmayacaq. Burada böyük işlər olacaq.
Biz hər bir oyuna yığışacağıq. Necə ki Reala qarşı oyunlarda, necə ki böyük oyunlarda yığışırıqsa, sadə komandalarla oynayanda belə onlarla belə yığışacağıq. Çempionluğumuzu qeyd edəcəyik. Sorğu-suallar aparacağıq, kvizlər keçirəcəyik və sizin oyunlara gəlməyiniz, bizlə fan qrupla oyuna baxmaqlarınız sizə böyük üstünlüklər verəcək. Burada sizin avtomatik olaraq abunəlik kartınız olacaq. Bizə aid olan kartdır bu və sizə təqdim olunacaq. Bu kartlar çox böyük üstünlüklər verəcək sizə. Bu haqda gələn çıxışlarda, növbəti çıxışlarda daha ətraflı məlumat verəcəm. Forma qazana bilərsiniz. Oyunlardan sonra aksesuarlar qazana bilərsiniz. Dostlarınızla gəlmisiniz, bizlə futbola baxırsınız. Hesabınız gəlib, hesabı düzgün tapan şəxs, şotu düzgün tapan şəxsə hədiyyə olaraq hesabı bağlanır. Bu qədər sadə. Möhtəşəm işlərimiz var, möhtəşəm layihələrimiz var. İndi həmin səhifəni də tağ eləyəcəm mən bu videoda. Abunə ola bilərsiniz, bizə dəstək ola bilərsiniz. Biz istəyirik ki, Azərbaycanda ən böyük Barselonanın fan qrupunu yaradaq. Və buna görə sizin bizə dəstəyiniz önəmlidir, mütləq olmalıdır, mütləq. Bir də əsas məsələlərdən biri, mən bunu yaddan çıxartdım deməyə, verilişin əvvəlində. Bildiyiniz kimi bu mövsüm biz Real Madridə qarşı 5 dəfə oynamışıq. 5 qarşılaşmamız olub. Bunun 4-ü rəsmi, biri isə qeyri-rəsmi olub, yoldaşlıq görüşü olub və hər 5 oyundan qalib ayrılmışıq. Oyundan öncə Real Madridin baş məşqçisi Papa Carlo bildirmişdi ki, bəli, bu mənim Barselonaya qarşı son El Clasico'mdur. Çünki onlar klublar arası dünya çempionatında olmayacaqlar. Bilmirəm hansı məntiqlə, hansı ağılla Papa Carlo bu vəziyyətdə Barselonaya söz atır. Amma yenə də Papa Carlo'nun bu mövsüm azı 5 şansı var idi ki, bu sözünü təsdiqləsin. Bir oyun az, bir oyun çox. 5 dəfə Barselonaya qarşı mübarizə apardınız, heç nə edə bilmədiniz. Və burada mən indi istəmirəm elə bir aura yaransın ki, biz indi utmuşuq, biz beləyik, biz zoruq, belədir. Ötən mövsüm Real Madrid dominantlıq edirdi bizim üzərimizdə. Bizim pis dönəmlərimiz idi. Real Madrid layiqincə qələbələr qazanırdı bizim üzərimizdə. Təbrik edirəm. Bunu danmaq olmaz. Bu mövsüm Real Madridin düşüşü var və biz dominantlıq edirik. Burada pis bir şey yoxdur. Mən heç kimə lağ etmək istəmirəm. Amma ki, Ancelotti'nin belə atmacalı sözü doğrudan da yersiz idi. Sən bu günə kimi, bu oyuna qədər artıq 4 oyunda məğlub olmusan. Özdə biabırçı məğlubiyyətlər almısan. Və bu sözü demək bir o qədər də yersiz, bir o qədər də lazım deyildi. Doğrudan da yersiz bir iddia idi. İndi gedə-getdə özünü elə apardın ki, yəni yenə də biabır oldun. Bu oyunda uduzdun. Dünya çempionatının buna nə dəxli var, nə aidiyyatı var? Normal şəkildə deyə bilərdik ki, bəli, bu mənim Barselonaya qarşı son El Clasico'mdur və hər iki komandaya uğurlar arzulayıram gələcəkdə. Yeni baş məşqçi ilə Xabi Alonso gəlir, nə bilim Klopp gəlir, fərq etmir. Kim gəlir gəlsin, xeyirli olsun. Ümid edirəm ki, Real Madridi az da olsa bu kiçik sıxıntıdan, bu kiçik çöküşdən xilas edəcək. Mən deyə bilmərəm ki, Real böyük çöküşdədir. Xeyr, ola bilməz. Real kimi komanda böyük çöküş yaşaya bilməz. O Realın adına yaraşmaz. Əlbəttə ki, Real bu sıxıntıdan çıxacaq. Real bu minimal krizisdən baş qaldıracaq. Bu hər bir klubda olur. Amma burada artıq məşqçi seçimi önəmlidir. Xabi Alonso haqqında danışmaq istəyirəm. Az da olsa fikirlərimi bildirmək istəyirəm. Xabi Alonso Real Madriddə çox möhtəşəm işlərdə görə bilər. Çox bərbad işlərdə görə bilər. Mənim hissiyatım belədir. 50-50-yə qalmışam. Görəcəksə çox gözəl işlər görəcək. Görə bilməyəcəksə batıracaq. Rafael Benitez də belə iddialarla gəlmişdi. Yadınızdadırsa Real Madridin başına heç nə eləyə bilmədi, mövsümü tamamlaya bilmədi. O da əslində böyük ümidlərlə gətirilmişdi, böyük iddialarla gətirilmişdi, amma heç nə eləyə bilmədi. Amma Xabi Alonso'dan belə şey gözləmirəm. İnanıram ki, Xabi Alonso nəsə əl qatacaq. Ən azından müasir futbol stili var adamda. Yəni artıq doğrudan da Ancelotti'nin old style futbolu Real Madriddə yaraşmır. Məntiq birdir. Topu ver Vinicius'a, Mbappe'yə, Rodrigo'ya ya da Bellingham'a nəsə fikirləşin. Nəsə fikirləşin. Sən Allah, dünyanın ən yaxşı oyunçularısınız. Bir şey fikirləşin də. Mən keçən çıxışda da bunu demişdim. Yəni bunun məntiqi budur. Amma Reala belə lazım deyil. Reala belə baş məşqçi lazım deyil. Carlo Ancelotti'nin işləri danılmazdı, möhtəşəm işlər görüb. Amma ən azından sistem lazımdır. Bilinməlidir kim harda oynamalıdır, kimin yeri haradır. Ya Bellingham naz edir ki, mən burada oynamıram, arxada oynayıram, qabaqda oynamaq istəyirəm. Nə bilim, Mbappe deyir ki, mən sola keçmək istəyirəm, ortada oynayamıram. Vinicius belə deyir.
Bilmirəm, bəlkə də Viniciusla və yaxud Mbappe ikisindən birinin yolları ayrılacaq. Mbappe-nə inanmıram, amma məncə Vinicius və yaxud Rodrigo'dan biri gedə bilər komandadan. Belə Real Madridə də uğurlar arzulayıram. Real Madrid bu mövsüm böyük ehtimalla çempionatı və mövsümü titulsuz başa vurdu. İndi onların qazandığı UEFA Super Kuboku sayılmır. Əslində o ötən mövsümün titulu kimi sayılır. Bu mövsüm eynən keçən ildəki kimi Barsada olduğu kimi 0-la başa vururlar. Bu normal bir haldır. Hər bir klubda çöküş ola bilər. Amma istəyirəm ki, Real Madrid ən yaxşı gücü ilə qayıtsın və inanıram ki, qayıdacaq. Çünki bu Real Madriddir. Real Madrid qayıtmasa Barselona da çökəcək. Həmişə demişəm, Barselonanı Barselona edən Real Madriddir. Real Madridi Real Madrid edən Barselonadır. Biz bir-birimizdən aslıyıq. Biz bir-birimizi daha da güclü edirik. Barselona olmasa La Ligada Real bu qədər də güclü olmayacaq. Çünki rəqabət olmayacaq və Avropada bu gücünü göstərə bilməyəcək. Və yaxud əksinə, Barselona Real Madriddən asılıdır. Çünki Real Madrid kimi konkurenti olandan sonra artıq motivasiya var, məqsəd var ki, biz bu komandadan daha yaxşı olmalıyıq və bir-birlərinə güc verirlər. Və hər iki komandaya uğurlar arzu edirəm. Barselona azarkeşlərini yenidən təbrik edirəm. Bu gözəl qələbə münasibəti ilə, qazanılan kuboklar münasibəti ilə. Real Madrid azarkeşlərinə isə səbir diləyirəm. Fikir eləməyin, yaxşı olacaq. Məncə son illər bu ilə qədər yetərincə dominantlıq eləmisiniz. Bunu danmaq olmaz və adekvat Real Madrid azarkeşlərini təbrik edirəm. Onlara təşəkkür edirəm ki, onlar var. O 15 çıllı deyənlər, nə bilim, belə deyənlər özünüz bildiniz. Yəni özü Real Madrid azarkeşləri bildi ki, səslənirəm. Yəni adekvat Real azarkeşi bu dəqiqə 15 çıllı ilə ortalıqda deyil. Bunun heç yeri deyil. Bəli var. Real Madridin Çempionlar Liqası dominantlığına söz ola bilməz. Təbrik edirəm. Böyük bir klubdur, böyük bir nailiyyətdir. Bunu hər bir klub bacara bilməz. Bunu danmaq olmaz. Amma yəni bunu 2 dəqiqədən bir o 5 yaşlı uşaq kimi ortalığa soxmaq düzgün deyil. Ona qalsa bizim də 2 dənə treble-ımız var. 2 dəfə treble eləmişik son 17 il ərzində. Neyniyək? Bunu da biz gözə soxaq. Real Madridin bəzi azarkeşləri treble deyir ki, bu o qədər önəmli bir şey deyil. Amma səndə yoxdur deyənə bunu belə deyirsən də. Səndə olsa sən də deyəcəksən ki, önəmli bir şeydir. Olsaydı, indi bu dəqiqə Barsada 2, Realda 3 treble olsaydı, Real azarkeşi, bizdə 3 treble var. Səndə o yoxdur deyən onu deyirsən. Məndə də məsələn bəzi azarkeşlərdə Çempionlar Liqası yoxdur, ona görə onu deyirlər. Yəni bu normal bir qarşılaşma da deyil. Sadəcə olaraq 15 çıllı deyirlər. Mən də artıq olaraq özümü az da olsa bu 5 yaşlı uşaq kimi aparıram ki, qardaş bizdə də treble var. Treble o deməkdir ki, mən bu mövsüm hər şeyi qazanmışam, dominant olmuşam hər yerdə. Bu onun bariz nümunəsidir. Məncə bu qədər, lazım olan hər şeyi danışdım. Hamınıza uğurlar. Kanala abunə olmağı unutmayın. O zınqırova basmağı unutmayın ki, bildirişlər gəlsin. Öpürəm hamınızı. Viska Barsa, Viska Kataloniya.